MİQ nədir? Müəllimlərin imtahanı müəllim. Anladım. Attestasiyadan keçirdi elə bil müəllimlər. Hə, müəllim olmaq üçün imtahan verirsən və daxil olursan. Yığıram müəllim belə bal, amma necə deyim, rayonlara düşürəm də. 5 ildən bir keçirlər, hə deyəsən. Yox, hər il. İldə bir dəfə hər bir müəllimə keçməlidir, hə? Yox, müəllim necə deyim sizə, müəllim ixtisası alanlar müəllim kimi fəaliyyət göstərmək üçün imtahan verməlisən. Verdiyin imtahanla nəticəyə uyğun da, yəni Təhsil Nazirliyi yönləndirir də məktəblərə. Başa düşdünüz? Yəni vakansiya kimi. Siz bəharda dərs demək istəyirsiniz? Mən indi Bakıda yaşayıram və yaşadığım ərazidə. Nə bilim, gələn ilə şansınız daha çoxdur. Bu il çox azdır şansınız. Bəlkə nə bilim, başqa vasitələrlə... Ağdam ola bilər, bəli. Ehtimal ora çox böyükdür. Amma Bakını nəsə mən sizə görmədim bu ilə. Bu il Ağdam ola bilər, amma Bakı alınmayacaq. Allah eləsin alınsın. Şansınızı yoxlayın, amma nəsə ki, mən Bakıda görmədim. Əsas odur ki, işləyən müəllim, çünki Ağdama da köçünə bağlı bəlkə ehtimal var ki, atam getmək istəyir. Getdi, ona görə nəysə də müəllim olmaq istəyirəm, işləmək istəyirəm onun üçün. Amma müəllimə kimi görürəm fəaliyyət göstərəcəksiniz. Əsas elə önəmli olanı budur. Alınacaqdır, müəllimə kimi fəaliyyət göstərəcəksiniz. Amma sizi Bakıda görmürəm. Allah köməyimiz olsun. Sağ olun. Bu qədər müəllim. Uğurlar. Uğurlar. Sağ olun. Necə çıxım müəllim? Allah kömək olsun. Mənim ümumiyyətlə müəllimlərə hörmətim çox böyükdür. Mən həmişə müəllimlərimin qarşısında baş əymişəm. Çünki müəllimlər mənə çox əzizdirlər, çox böyükdürlər. Mənim Şəmkirdə dünya müəllimə var idi, İngilis dili müəlliməsi, sinif rəhbərim, Allah rəhmət eləsin. Qənirə müəllimə var idi, dil ədəbiyyat müəlliməsi idi. Sveta müəllimə, Şükufə müəllimə, məktəbimizin müavini idi. Yəni mənə çox əzizdirlər, çox doğmadılar. Hamısının adını çəkə bilmirəm mən. Amma xatirələrim çox şirindir. Elə institutun özündə də qürur duyduğum böyük alimlər var, hansı ki, Azərbaycan Respublikasının, keçmiş Sovet dövlətinin ən görkəmli alimləri olublar. Onların içində elə Ramiz Məmmədzadə var idi, Heydər Əliyevdən görüşü olubdu, çox böyük.